Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir saç sancağının hazırlanmağını göstərəcəm. Ümidvaram ki, siz də mənimlə birlikdə hazırlayacaqsınız. Bunun üçün, bunu hazırlamaq üçün mənə lazımdır belə koton ip, istədiyiniz rəngdə istifadə edə bilərsiniz. Çalışın ki, ipiniz keyfiyyətli ip olsun. Koton iplərdən istifadə edin, tüklənən iplər olmasın. Belə bir saç sancağı lazımdır və bir milçə lazımdır. Bu qədər. İndi buyurun birlikdə hazırlayaq. Xanımlara, aksesuarı hazırlamaq üçün bizə lazımdır. Deməli 190 zincir çəkirik. İlk öncə bu şəkildə belə qoyuruq üst-üstə, bu şəkildə və düyün qoyuruq. Bu sayılmır. Daha sonra 190 zincir çəkirik. 1 2 bu şəkildə içindən çıxardırıq. 3 4 5 6 7 8 9 10 bu şekilde 190 zincir çekip daha sonra devam edirik. Bu şekilde zincirimizi çektik. 190 zincir çektim ben. Deməli sayırıq 1 2 3 4 5 6 7 8 9 10 10-cu deməli 10-cu zincirdən götürürük bu şekilde. Buradan çıxartdım və bunu belə eləyirəm. Bu şekilde. Daha sonra devam edirik. 1 2 3 4 5 5 zincir çektim. 1 2 3 4 deməli 5-cidən götürürəm. 5-cinin içindən götürdüm. Çıxarttım ve bunun içinden çıkardıram. Bu şekilde. Daha sonra bir daha 1 2 3 4 5 zincir çektim. Daha sonra sayıram 1 2 3 4 5-cinin içinden bir daha ilçemle ilmeğimi çıkardıram ve bunu bunun içinden çıkardıram. Bu şekilde. Bir daha devam edirik. 1 2 3 4 5 zincir çekirəm. 1 2 3 4 5-cinin içinden bir daha çıkardıram ve bunun içinden çıkarttım. Bu şekilde. Bu şekilde devam edirik. Ve bu ilmelerin hamısını 5 tane 5 zincir çekirik. 5-cinin içinden sona kadar bu formada toxuyarak gedirik. Bu şekilde. Gördüğünüz gibi. Sona kadar bu cür devam edirik. Toxuyarak sona geldik. 1 2 3 4 5-cini bu şekilde 1 2 3 4 5 bir de çalışın ki zincir çekende birinci sırada bütün sıralarda biraz sık çekin.
boş olmasın. Geldik, sonuncudan çıxartdıq. Bu sonuncuydu. Daha sonra 1, 2, 3 zincir çəkirəm. 3 zincir çəkəndən sonra deməli burada 5 dənə idi də. 1, 2, üçüncünün içindən salıram. Saldım ve bunu bunun içinden çıkarttım. Bu şekilde. Daha sonra 1, 2, 3, 4, 5. Deməli burada gitgide bu hisseleri indi siz sonunda göreceksiniz. Bu şekilde azalır sıra. Deməli burada gələndə sona qədər gələndə də lap sonda son hissə necə olur onu da göstərəcəm. Sonda da ortadan buradan toxuyuruq bu hissədən. Deməli 3 zincir çəkdim. Üçüncünün içinə saldım. Daha sonra əvvəlki qaydada 5 zincir çəkirəm. Deməli 1, 2, üçüncünün içinden saldım, çıkarttım ve bunu bunun içinden çıkartıram bu şekilde. Daha sonra bir de 1, 2, 3, 4, 5 zincir çekirəm. Daha sonra burada tam 1, 2, üçüncünün içinden bu şekilde salıram. Üçüncü zincirin içinden ve bunun içinden çıkardım. Bir daha 1, 2, 3, 4, 5. Bu şekilde. 5 zincir çekerim ve üçüncünün içinden ucur olur. Bir daha 1, 2, 3, 4, 5 zincir çəkirəm. Gəlirəm. Buradaki üçüncü ilmeğin içindən batırıram ve buradan çıxardıram. Bu şekilde. 1, 2, 3, 4, 5 zincir çekirəm. Tam ortadan. Üçüncünün içinden çıkartıram. Gördüğünüz gibi bu şekilde. Bu cür olur. Sona kadar bu şekilde gedək. Deməli hanımlar, gəldik sonuncuya çatdıq. 1, 2, üçüncünün içinden saldım ve bunu bunun içinden çıkarttım. Bu şekilde. Daha sonra 1, 2, 3. 3 zincir çəkirəm, çevirirəm. Ve burada üçüncünün içinden bu şekilde geçirdirəm. Bu cür. Üçüncünün içinden geçirdim. 3 zincir çektim. Üçüncünün içinden geçirdim. 1, 2, 3, 4, 5 zincir çekirəm. Ve gelip bu şekilde eləyirəm. Bir daha 1, 2, 3, 4, 5 zincir çekirəm. Gəlirəm. Üçüncünün içinden bu şekilde. Çalışın zincirleri sık çekin ki 1, 2, 3, 4, 5. Gəlirəm. Üçüncünün içinden çıkardıram.
yerdən çıxardın ki, çox. İstəsəniz, məsələn, üçüncünün içindən çıxardığında sizə rahat gəlmirsə, bunu altdan çalıb tam orta hissəsindən bunu keçirdirsiniz və bunu belə eləyirsiniz. Bu şəkildə də eləyə bilərsiniz. Bir ikisini göstərim. 1, 2, 3, 4, 5-ci çəkirik. Tam ortadakı üçüncünün altından salıram. Bunu çıxardıram və bunu bunun içindən çıxardıram. Gördüyünüz kimi tam ortadan, üçüncüdən. 1, 2, 3, 4, 5. Əgər bu üçüncünün içindən çıxartmaq sizə çətin gəlirsə, belə salıb çəki çıxartmaq sizin üçün çətindirsə, bu şəkildə. Altından salın, üçüncünün tam ortasından. Üçüncünün altından. Bu ortalama. Kənarından yox, tam ortasından. 1, 2, 3, 4, 5. Bu şəkildə gedib gəlirik. Deməli, bu iki kənarlardan gördüyünüz kimi kiçilə gedir. İndi tam gəlirik bu başa çatanda, bu başda, məsələn, gəlirik sona çatanda, gördüyünüz kimi sonda bura gəlmirik. Buradakının ortasından çıxardırıq. Daha sonra gəlirik. Bu başa gələndə, deməli, əvvəl bura qalmışdı, sonra bura, daha sonra bura gəlmirik. Tam burada saxlayırıq. Daha sonra bura gəlirik. Daha sonra bura gəlirik. Deməli, bu şəkildə bir neçə sıra toxuyaq. İndi mən baxacağım neçə sıra. 8 sıra ola bilər, 6 sıra ola bilər. Siz enliliyini necə istəyirsinizsə o qədər. İndi mən neçə sıra toxuyacağımı sizə deyəcəm. Deməli, dediyim kimi bura gələndə bura sona gəlmirik. Buradakından bura qədər gəlirik. Və bura gələndə bura gəlmirik. Sonuncu buradır. Burada. Bu şəkildə. Necə sıra çox toxuyacağımızı toxuyaq da sonra birlikdə davam edək. Sona gəlib çatdıq. 4, 5. Gəlirik, gördüyünüz kimi sonuncu budur. Sonuncunun ortasından. İstəsəniz bu şəkildə götürürsünüz. Belə eləyirsiniz. İstəsəniz də üçüncü ilmənin içindən salırsınız. Tam ortasından belə eləyirsiniz. Yəni ki, sizinki necə istəyirsiniz elə. Bu şəkildə, deməli, mən bunu birinci hissəsini bitirdim. Deməli, bu hissəni kəsdim, çıxartdım. Deməli, bunun bu artıq hissələrini siz daha incə milçəklə bu hissələrini itirirsiniz. Bu şəkildə. Belə. Biraz eləyib, daha sonra kəsib atırsınız. Artıq qalan hissəni ləğv eləyirsiniz. Bu şəkildə. Yəni ki, bu şəkildə eləyirik. Bu hissələrini də çıxardırıq. İndi keçirik. Bunun bir hissəsini toxuduq, ikinci hissəsinə. Gördüyünüz kimi bu formadadır. Kənarları belə oldu. Bu şəkildə. İndi isə ikinci hissəsini toxuyaq. Deməli, bu formada yenə qoyuruq. Hər dəfə eyni cür göstərirəm ki, sizin üçün çətin olmasın.
Deməli, mən 25 dənə zincir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. 25 zincir çəkdim və keçdim 25 çəkdim. Daha sonra bir zincir də artıq çəkdim. Keçirəm ondan əvvəlki zincirdən bu şəkildə elədim. Bu şəkildə elədim. Bir zincir çəkib götürdüm. Bir zincir çəkib yox. Daha doğrusu bir zincir çəkdim. Daha sonra belə onun əvvəlki ilmədən götürdüm bir dənə. Daha sonra 1, 2, 3, 4, 5. 5 zincir çəkdim. 1, 2, 3, 4, 5-ci ilmədən götürürəm və burada necə eləmişəmsə onun kimi bənd elədim. Daha sonra 1, 2, 3, 4, 5. 5 zincir çəkdim. 1, 2, 3, 4. 5-cidən bir daha. Bir daha. 1, 2, 3, 4, 5. Bir daha sayıram. 1, 2, 3, 4, 5. Götürdüm. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. 5-ci ilməni 1, 2, 3, 4, 5 və 1, 2, 3, 4 və 5-ci ilmədən çıxardırıq. Bu şəkildə. Daha sonra 1, 2, 3, 4, 5, 6 zincir çəkirəm. Çevirirəm bu tərəfinə. Burada 1, 2, 3-cü ilmənin içindən salıram. Buradan çıxardıram bu şəkildə. Bu cür. 1, 2, 3, 4, 5. Deməli ilkindən 6 zincir çəkdim. Bundan 5 zincir çəkdim. Və yenə gəlirəm. 1, 2, 3-cü ilmənin içindən çıxardıram və belə eləyirəm. Bir daha 1, 2, 3, 4, 5. Çalışın ki zinciri boş çəkməyin. Biraz bərk olsun. Üçüncünün tam ortadakı ilmənin içindən bu şəkildə keçirdirsiniz. Bu cür. 1, 2, 3, 4, 5 zincir çəkirik. 1, 2, 3. Əgər üçüncünün içindən çəkmək sizə çətindirsə, tam ortasından və altından bu şəkildə keçirdiyin, altından bu şəkildə keçirdiyin, çəkin və belə. Bu cür də eləyə bilərsiniz. Fərqi yoxdur. 1, 2, 3, 4, 5. Və bunu ortasından yox, biraz kənarından mən götürürəm. 1,
2, 3, 4, 5, 6. Hər iki kənardan 6 götürürük. Deməli, orta hissədən 5 götürürük. Başladığımız yerdən dönəndə 6 götürürük və sona qədər 5 götürürük. İndi burada 6 götürdük. Tam ortadakı ipdən üçüncüdən götürdüm. 1, 2, 3, 4, 5. 5 götürdüm. 1, 2, 3, 4, 5. 5 götürdüm. 1, 2, 3, 4, 5. Üçüncü ilmeğin içinden geçirirsiniz. 5 ilmeği üçüncünün tam ortaya düşür. 1, 2, 3, 4, 5. 5 ilmeği ve bu şekilde. İndi bitirdik. 5 ilmeğinin bitirdik. İndi 1, 2, 3, 4, 5, 6. Demek geri qaydanda burada 6 zincir çekirik. Çünkü 5 çeksek kenar xırda olur ona göre. Bu şekilde. Bu cür deməli istediğiniz 1, 2, 3, 4, 5. Deməli bu cür istediğiniz böyüklükdə formada toxuyuruq. İstediğimiz uzunluqda toxuyuruq. İndi mən də sizinle beraber toxuyum. Daha sonra ne kadar toxuduğumu birlikte neçə santi olduğunu deyəcəm. Siz də əgər ondan böyük, ondan kiçik eləmək istəsəz, o cür eləyə bilərsiniz. Bu şəkildə indi bu cür dediyim kimi gedirik 5 5 5 5, geri qaydanda ilki 6 eləyirik, sonrakiləri yenə 5 eləyirik bu formada. Bir sıranda eləyib tam ortadakı ilmədən çıxardıram. Əgər oradan çıxartmaq sizə çətindirsə, tam orta hissəsindən deməli yenə də göstərim. Tam altından götürürsünüz, tam orta hissəsindən çıxardırsınız. 1, 2, 3, 4, 5. Bu şekilde altından geçirirsiniz, ipi çekirsiniz ve o ipi bunun içinden çıkartırsınız. Bu şekilde. 1, 2, 3, 4, 5. Bu şekilde alttan geçirdirsiniz. Tam orta hissesinden. Bunu bunun içinden çıkartırsınız. 1, 2, 3, 4, 5. İndi ortadan yok, ben kenardan götürürüm. Bu şekilde götürürüm. 1, 2, 3, 4, 5, 6. Tam axıra çatanda 6 eləyirəm, çevirirəm. Bu şekilde. Ve yine de tam orta hissesinden bu şekilde çıxardırıq. Bu cür istediğimiz ölçüye kadar toxuyaq. Daha sonra sonraki mərhələləri davam elətdirək. Bu kadar toxudum mən. Deməli ölçü santısını da sizə deyim. ...32 santıdır. Əvvəlkinin də uzunluğunu deyim. ...68-70 arası da budur. Bu kadar. İndi siz istəsəniz daha da böyük toxuya bilərsiniz. Mənim üçün bu qədər yetərlidir. Bu şekilde indi bunu ilk
ilməklə birləşdiririk. Bu şəkildə. Siz istəsəniz, məsələn, toxuya da bilərsiniz. Mən elə milçəklə toxuyuram. Bu şəkildə birləşdirirəm. Bu şəkildə. Bu cür birləşdirdim. Və kəsib çıxardıram. Gördüğünüz kimi ve bu artık ipi burada, isteseniz siz ipi biraz uzun saklayıp orta hissəsində deməli sarıya bilərsiniz. Mən səhv elədim. Orta hissəsini kəsdim. Siz orta hissəsindən deməli bağlamaq üçün ipi biraz uzun saklayın. Bu şekilde bu ipi burada gizlədirəm. Və artıq ipi də kəsib atıram. Bu şekilde. Bunu diktiğim hissəni tam arkaya koyuruq. Bu şekilde. Tam ortasına. Yarı hisse bir tərəfinə, yarı hisse bir tərəfinə. Bu şekilde. Və bu da bunun aşağı hissəsidir. Deməli bunun da bu hissəsini aralarda itiririk. Bu şekilde. Ve artık hissəsini de kesip atırıq. Bu cür. Deməli indi üçüncü hissəni toxuyuruq. Deməli bir bənd elədik. 1 2 3 4 5. Dördüncüden götürürük. Birini toxuyuruq. Üçüncüden birini toxuyuruq. Her zincirden bir tane toxuyuruq. Bu şekilde bir zincir çekirik.
geri qaydırıb. İndi hər bir burada 1, 2, 3, 4 və 5-dən götürürük. Deməli, buradan birin, ve sonuncudan isteseniz 4, isteseniz 5 eləyirsiniz. Qalınlığı sizin istəyinizdən asılıdır. Bu şəkildə bir zincir çəkirik, yenə çeviririk. 3 ya 4 sıra toxuyuruq. Bilmirəm, indi qalınlığından asılıdır, baxaq. Daha çox da ola bilər. Bir zincir çekirik, çeviririk. Bu şekilde bir neçə sıra toxuyun. Deməli, hər iki qanadından belə götürürük. Burada görünür. Boşluqlardan götürürük, toxuyuruq. Bu şekilde. Bu şekilde bir neçə sıra toxuyaq, daha sonra davam edək. Mən bu qədər toxudum. İndi bunu kənarda saxlayıram. Deməli, bu sancağımızı götürürəm. Sancağın bu dəmirini çıxardıram. Dəmirini çıxartdım. Daha sonra bu parçanı, bu hissəni tam bu şəkildə qatlayıram. Bu şekilde qatlayıram ki, hər iki tərəfə eyni qədər getsin. Bu hissəni də tam ortadan bu şekilde elə olsun ki, heç bir yerə. Daha yaxşı olar ki, siz metrə ilə ölçün. Məsələn, məndə qatdalı şəkildə 16-dır. 8 santı bir hissəsinə düşsün. 8 santı bir hissəsinə düşsün. 8 santı da bir hissəsinə düşsün. Tam götürdüm. Bu şekilde bunu bu şekilde katlayıram. Bu cür katladım. Daha sonra bu tam ortadan katladığım hissəni də götürürəm. Tam ortasını əlimlə bu şekilde tuturam və belə. Belə bunun aşağı hissəsindən bu cür götürürəm. Gördüğünüz kimi hər iki tərəfə eyni dərəcədə düşdü. Götürdüm. Bu şekilde götürdüm. Bu şekilde götürdüm. Daha sonra deməli ipi götürürəm. İpin ucunu karıştırdım. İpi götürürəm. Götürdüm. Ve tam ortasından
götürdüyüm hissəni sarıyıram. Bu şekilde ve ipi götürürüm. Bu şekilde sarıyorum. Ortasını sardım. Daha sonra bunu arkadan bağlayıram. Bir dəfə düğün salıram, düğün eləyirəm. Dəmiri götürürük. Bu şekilde götürürük. Qoyuruq bunun üstüne, tam orta hissəsindən. Qoyduq ve ipi sarıyırıq bu dəmirə. Gördüğümüz kimi tam sarıyırıq. Bu çok kleyle de yapıştırmak olar, ancaq ki bu çok etibarlı olur belə. Bunun açılmağı, kırılmağı mümkün olan şey değil. Bu şekilde istediğiniz kadar sarıyırsınız. Daha sonra kesirik. Artık ipi ve bu hisseden bağlayırıq. Bu hisseden bağladım. Gördüğünüz gibi. Daha sonra dəmiri keçirdirəm yerinə. Əvvəl necə idisə elə keçirdirəm. Amma keçirməmişdən öncə bunu belə də eləyə bilərik. Bunun bu üçüncü hissəsini ki toxumuşdum. Bu üçüncü hissəsini qoyuruq üstünə. Bu şekilde. Bu şekilde qoyuruq üstünə. Elə tamına məndə tam şekilde çatır. Bu şekilde. Bunu isteseniz tikersiniz, isteseniz de benim kimi milçəklə toxuya bilərsiniz. Ben bu şekilde toxuyuram. Her bir buradan da keçirtdim. Buradan da keçirdirəm. Buradan da keçirdirəm. Ve bu şekilde növbəti buradan da keçirdirəm. Buradan da keçirdirəm. İpi çıxardıram. Bu şekilde. Daha sonra buradan da keçirdirəm. Bir neçə dəfə belə eləyirəm. Və sonuncu buradan və sonuncu da bunların her ikisinin içindən çıxardıram. Dikişim çıxdı. Yeniden eləyirəm. Sonuncunu bir daha ve sonda bu şekilde. Deməli ve gördüğünüz kimi bu hissəni ve bu hissəni bu şekilde elədim. Ve indi dəmirini keçirdirik üzerine. Buradan ve
burada. Bu şekilde. Hanımlar, əgər istəsəniz, deməli, bunun bu iki kənarlarını kley ilə yapışdıra bilərsiniz. İstəməsəniz də bu şəkildə formada qalar. Bu cür. Bu da bizim deməli növbəti əl işimiz. Beləliklə xanımlar, bir əl işimizin daha sonuna gəldik. Əminəm ki, bu işimi də bəyəndiniz. Əgər bəyəndinizsə, like etməyi unutmayın, abunə olmağı unutmayın. Zınqrov işarəsini aktiv etsəniz, əl işlərimdən ilk olaraq siz xəbərdar olarsınız. Yeni işlərimdə görüşmək ümidi ilə hələlik.